Əlbəttə ki, hər bir şairi, hər bir insanı, hər bir alimi, hər bir generalı yetirən bir el var. El olmasa o insan heç kimdir. Ona görə də Saadət Qutuyu yetirən Qızıl Kilsə Dəmirçi Həsənli elidir və mən Dəmirçi Həsənli elinin ağsaqqallarını adını çəkəcəm. Kim istəsə gəlib burada bir nəfər Saadət Qutuya ürək sözünü deyəcək. Musayev Mamid müəllim buradadır. Mürvələt müəllim buradadır. Sonra Samir müəllim buradadır. Vidadi Səlimov, hörmətli bizim qardaşımız buradadır. Səlim Səlimov və bütün elin, cəmaatın ham buradadır. Yəqin ki, bizim bu ziyalılardan özü kimin ürəyindən keçir, hamısı da gələ bilər. Yəni, kim istəyir, Ali müəllim, bəli, buyursun. Çünki Saadət Quta elə arxalanır, sizə arxalanır. Buyurun, gəlin. Kim ürəyindən keçir, gəlin. Mamid müəllim də gəlsin. Vidadi müəllim, gəlin Saadət Quta haqqında bir ürək sözümüzü kim nə demək istəyir, buyurun, gəlin. Çünki Saadət Quta elin şairidir, xalqın şairidir. Elə Dəmirçi Həsənlinin Saadət Quta anasıdır. Buyurun, gəlin. Mustafa müəllim, o deyirdiniz, o gül çələkləri var elin. Bir qızı ikisi oğlu kimi, qızı ikisinin yetişdirməsi kimi, qızı ikisi xalqının, qızı ikisi cəmaatının adından, bizim əzizimiz adından hər birinizi ürəkdən təbrik edirəm. Ona görə ki, siz hər biriniz öz sevincinizi, İstəyimizi Qızıl Kilsənin sevimli balası Saadət xanımın yubiley günündə onunla bölüşdürməyə əziyyət çəkib gəlirsiniz. Allah sizin hər birinizi var edəsin. Bacım, üzün ağ olsun. Tarix bilir, insanlar bilir, Qızıl Kilsə kəndinin keçmişi çox dərin və uzundur. Onların bugünkü günü getirdiği balalardan biri de sensən. Sen çok doğru bəyək buyurdular. Sen Azərbaycan xalqının natəbənisən, bugünkü günü həcərisən, Nigar xanımısan. Allah sənin başını ucələsin. Biz sənlə fəxr edirik. Bu boyda Azərbaycan, bu boyda sevimli bizim Azərbaycan vətənimiz, dövlətimiz sənlə fəxr edirsə də, o bizim hər birimizin fəxrimizdir. Allah sana ömür versin, üzün ağ olsun. Bəyək müəllim buyurdu ki, kəlağayın da ağdır, üzün də ağdır. Hamının yanında öpürəm hər birimizi. Hamınıza təşəkkür ederim. Bir dənə rolik göstərəcəklər. Rolikdən sonra bizim gözəl sənətkarımız Dəriya xanım oxuyacaq. Sonra Rövşən Xələddin oğlu gözəl şairimizə söz verəcək.